Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Hər vaxtınız xeyirli olsun, dəyərli mömin bacı və qardaşlar. Hər birinizi salamlayıram. Bugünkü mövzumuzda idrarla nəcis olmuş kreslo və divanı nə şəkildə paklamaq lazım olduğunu sizlərə əməli bir şəkildə göstərmək istəyirəm. Məsələn, fərz edək ki, divanın və kreslonun müəyyən bir hissəsinə idrar dəyib. Fərz edək ki, bu idrardır və divanın və kreslonun müəyyən bir hissəsinə sıçrayıb. Məsələn, fərz edək ki, bu hissə idrarla nəcis olub. Əgər biz bu idrarı divandan və kreslodan az bir su ilə, yəni istəkanda və fincanda olan bir su ilə paklamaq istəyiriksə, həmin o suyu, yəni istəkanda olan suyu həmin idrarın üzərinə tökürük. O şəkildə suyu tökürük ki, onun üzərinə bu su həmin nəcis olmuş məkanı tam bir şəkildə əhatə eləsin. Daha doğrusu ondan da çox olsun. Növbəti bir addımımız, bu suyu nəcisin üzərinə tökdükdən sonra növbəti bir addımımız pak və təmiz bir parça ilə həmin suyu bu yerdən təmizləməkdir. Bu parça vasitəsilə bu yeri qurulamaqdır. Diqqət edirsiniz, biraz bu parçanı, bu bezi həmin yerə sıxaraq bu suyu buradan təmizləyirik ki, bu parça orada olan suyu tam bir şəkildə özünə cəzb eləsin. Diqqət edirsiniz, bu şəkildə bir neçə dəfə bura sıxırıq bu parçanı və bu suyu buradan tam bir şəkildə çəkdikdən sonra, daha doğrusu bu parça bu suyu buradan özünə tam bir şəkildə cəzb elədikdən sonra bu divanın və kreslonun həm daxili hissəsi, həm də zahiri hissəsi və görünən hissəsi də pak olmuş olur və növbəti dəfədə yumağa da ehtiyac yoxdur. Vəssalamu aleykum və rəhmətullah.